Telman Mahmudov yazır, korrupsioner məmurlar istəməz ki, Sərdar bəy millət vəkili olsun. Bu Sərdar bəy ayara. Təkcə korrupsioner məmurlar yox. Azərbaycanda klanlar var. Onlar parlamentdə yer götürürlər, bölüşdürürlər, yer yoxdur. Bəlkə də bir dənə boş yer olsa mənə verərlər, icazə verərlər. O yerləri hamısını qapışdırıblar. İndi mən burada klanların adını çəkmirəm. 30 ildə hakimiyyətdə qalanların hamısı artıq klan hakimiyyəti yaradır da. Baxın da oğlu, nəvəsi, nəticəsi, kötücəsi, qohumu, qardaşı bir dənə qaldırın bir nəfəri. Baxın görün nə qədər qohumluq əlaqələr olan adamlar konstitusiya və qanunlarımızın hökumətə təmsil olunur. Və söhbət burada uduzmamaqdan getmir. Söhbət burada konstitusiya və qanunların pozulmasından gedir. Yoxsa mən ola bilsin məndən də parlaq bir mən heç özümü o cürə bir belə bir açığı deyim ki, alternatifsiz bir insan hesab eləmirəm ki. Amma biri də var ki, söhbət bundan gedir ki, bu udmaq və uduzmaq təbii yolla deyil. Bu hamısı kimlərinsə müdaxiləsi iləndir, icra strukturları müdaxiləsi, polisin müdaxiləsi ilə, nə bilim, kimin müdaxiləsi iləndir. Yoxsa mən seçkiyə gelib udacağım təqdirdə, həqiqətən də qanuni şəkildə məni udan adamın əlindən sıxacam, alnından da öpəcəm ki, sən demə, sən məndən qat-qat xalqa yaxınmışsan ki, xalq səni seçdi. Belə bir adama mən də xidmət eləyərəm o adama. Yəni, məndən daha çox xalqı sevən, məndən daha çox xalqa yaxın bir adam əgər xalqdan mandat alırsa, mən o adamın köməkçisi olaram. Fikrim çatır. Çünki niyə? Demək, o məndən də yüksək bir adamdır. Nəyə görə elə bir xalqa yaxın adam qalsın qıraqda, mən gedib parlamentdə oturum. Amma söhbət başqa şeydən gedir ki, söhbət seçki, konstitusiya qalır qıraqda, qanunlar qalır qıraqda, məmurların sifarişi ilə İndidən bax, mənim dairəmdə müəyyən prosesdə başladıblar. Məlumatım da var. İndi mən bunların hamısını vaxtında deyəcəm ki, kim nə işləmər, kim kimin qohumudur, kim kimin kürəkənidir, bu proseslər necə həyata keçir. Bunların ham belə bir məşhur söz var, deyir, kəhli başını soxub qarı, elə bir onu görən yoxdur. Bir şey ki, prezidentin yanında müzakirə olan məsələni 10 dəqiqədən sonra hamı bilir. Bax, şəxsən mənlə bir söhbət olub, yarım saatdən sonra bu söhbət tamamilə başqa bir adam mənə deyir ki, belə bir söhbət olub səninlə. Görün, bu adamların özü nə dərəcədə belə deyək, ağzı yırtıq adamlardır. Təsəvvür eləyirsiniz ki, o bir söhbət özü öz sözünü yayan. Yəni, və yaxud da məsələn, çox maraqlı bir hadisə oldu. Keçən prezident seçkilərinin faktı deyəcəm. Təsəvvür edən ki, bir nəfər, adını çəkməyəcəm, bir partiya nümayəndəsi deyir ki, güya mən prezident seçkilərində getmişəm Ədalət Vəliyevin yanına. Ədalət Vəliyev demişəm ki, mən prezident seçkilərində iştirak eləmək istəyəm namizəd kimi. Orada biz güya alver eləmişik və bu alverdə mən razı olmamışam prezident seçkilərində iştirak, məni buraxmırlar prezident seçkilərində. Halbuki prezident seçkilərindən qabaq mən demişəm ki, mən bu prezident seçkilərində iştirak eləmək istəmirəm. Və mövqeyim də bundandır. Və bu xəbər də gəlib bizim idarə heyətində başqa bir partiya sədri, yəni adını çəkmirəm, mənim yanımda, bütün idarə üzvlərinin yanında deyir ki, belə bir məlumat yayıblar sənin haqqında, filan partiyanın məsul şəxsi ki, sən gedibsən Ədalət Vəliyevin yanına, onunla danışıbsan, razılaşa bilməyibsən, ona görə sən seçkidə iştirak eləməyibsən. Götürüb zəng eləmişəm prezident aparatına, demişəm ki, mən sizin yanınıza gəlmişəm mi, bizim aramızda belə bir söhbət olub mu? Yox. Onda sizə yaxın olan dairədən belə bir məlumatın yayılmasına niyə görə rəvac veribsiniz və yaxud da niyə qarşısını almırsınız? Niyə məni biabırırsınız Respublikada? Mən səndən nə danışıyorum, nə də marağım o prezident seçkidə iştirak edirəm. Təsəvvürün ki, mənə nə cavab verirlər? Əşi, boş şeydə qoy danışsınlar. Mən onda başa düşdüm ki, həmin məlumatın özünü prezident aparatından yayıblar. Məni nüfuzdan salmaq üçün, məni belə deyim də xalqın gözündə. Yox, salın, nüfuzdan bacası elən, əlinizdən gələn bütün o qeyri insani hərəkətlər, hamısı elən, heç kəs sizə etiraz eləmir. Hər kəs, Hötenin bir sözü, əxlaq elə bir gözlür ki, hər öz sifətin gözlər. Mən də davranıram, mən iqtidarla əməkdaşlıq edirəm, səmimi şəkildə, iqtidarla hər hansı, necə ola bilər, sən mənlə gəlib danışsan, 10 dəqiqədən sonra bunu yayırsan cəmaata. Söhbət nədən danışır? Burada bir xalqımız da başqa başa düşməsin. Bir o qədər də mənim mənafeyimə uyğun bir danışma söhbət getmir. Mənim əleyhimə olan bir danışıqdır, amma o danışığı yayır bu adam 5 dəqiqədən sonra.
Yəni bu cürə bu anlaşmaqla bunlar nə cür təfəkkürü var, dövlətçilik bunlar necə dövlət necə indiyə qədər bunların əlində qalıb bu günə qədər mən heç anlaya bilmirəm.